plan dəftərimə ilk gün yazdığım balı, hədəflədiyim balı imtahanda birə-bir topladım. Deyək ki, 150 bal yığmış bir abituriyent bu gün bu üsuldan istifadə eləsə, yəni bəlkə də balını 230-a falan qaldırar. Ona görə də bu üsulu çox sevirəm. Hər kəsə salam dostlar, videoma xoş gəlmişsiniz. Mən Cəhanə, rezident həkiməm. Bu kanalda sizdən öz təcrübələrimi bölüşürəm. Bu artıq mənim ikinci videomdur. Keçən videomda danışmışdıq qısa zaman ərzində imtahanı balımızı nə qədər artıra bilərik, artırmaq üçün nələr etməliyik. Bu videoda isə hansı plandan istifadə eləsək bizim üçün daha verimli olar, daha effektiv olar və daha çox bal artırarıq bu planla. Söhbətimizə sizə öz plan dəftərimi göstərməklə başlamaq istəyirəm. Deməli, mən yaxın zamanda bildiyiniz kimi, keçən videoda dediyim kimi rezidentura imtahanına girmişəm və həmin imtahanda qurduğum plan dəftərinin ilk səhifəsinə, yəni hansı ki bura hazırlaşacağım fənləri yazmışam, hər fənə neçə gün hazırlaşmalı olduğumu yazmışam və dostlar, belə bir deməli bal yazmışdım. Rezidentura üçün kifayət qədər yüksək hesab olunan baldır 75 bal, yəni 100 bal üzərindən. İndi videonu ön kamera ilə çəkirəm, ona görə də tərs düşür. Və hətta bu dəftəri vərəqləyəndə nəyə fikir verdim? Görürəm ki, sonraki qurduğum planlarda balımı 70-ə salmışam. Amma bilin bakalım, imtahanda mən neçə bal topladım. Bura bir yerlərə yerləşdirəcəm. Yəqin ki, buraya yerləşdirəcəm imtahanda topladığım balı. Bəli dostlar, mən plan dəftərimə ilk gün yazdığım balı, hədəflədiyim balı imtahanda birə-bir topladım. Və ona görə də bu üsulu çox sevirəm. Və eyni zamanda sizə belə bir şey demək istəyirəm ki, vaxtım çatan qədərilə, imkan elədiyim qədərilə bir neçə nəfərə plan qurmaqda köməklik eləmək istəyirəm. Bunun üçün yorumlar hissəsində səhər yuxudan oyandığınız vaxtı, hazırlığa getdiyiniz vaxtı, hazırlıqdan gəldiyiniz vaxtı, təbii ki, əgər gedirsinizsə, getmirsinizsə lap yaxşı, demək vaxtınız daha çox qalacaq və daha sonra hazırlıqdan gəldikdən sonra dincəldiyiniz, istirahət elədiyiniz, yemək falan yediyiniz dərkən, yəni növbəti dərs oxumağa başladığınız vaxtı və dərs oxumağı bitirib yatdığınız vaxtı mənə yazırsınız. İçinizdən 5-10 nəfərə, yəni imkan daxilində təbii ki, yəni vaxtım olan qədərilə plan qurmağı və bu planı shortslarda paylaşmağı düşünürəm. Bunun üçün isə kanala mütləq şəkildə abunə olun və bəyənin ki, növbəti videolarımda qarşınıza çıxsın. Keçək bu plan mövzusuna ki, hansı ki, bayaqdan danışıram, bəs bu plan nədir? Buna keçək. Bunu böyük bir əksəriyyətinizin səhv elədiyini düşünürəm. Hansı ki, bu səhvlər vaxtı ilə mən də eləmişəm və düşünürəm ki, mənim kimi %90 imtahanlara hazırlaşan kəslər, belə deyə, bu səhvləri eləyir. Deməli, ilk olaraq qarşımıza böyük hədəflər qoyuruq. Deyə bilərsiniz ki, problem nədir böyük hədəflər qoymaqda? Əlbəttə, böyük hədəflər qoya bilərsiniz. Məsələn, 10-cu sinif hazırlığa başlayan bir kəs hər hansı bir ixtisasa qəbul olmaq istəyir, hər hansı bir balı yığmaq istəyir. Fərqi yoxdur. Bu arada mən burada, məsəl üçün, 600-dən yuxarı bal yığdığımı qeyd edirəm, həkim olduğumu qeyd edirəm. Keçən videomun altına belə bir yorum gəlib ki, mən 3-cü qrup olmağıma baxmayaraq videonuzu sona qədər izlədim. Danışdıqlarımı heç bir qrupa xüsusi olaraq danışmıram. İstər birinci qrup olsun, istər 2, istər 3, istər 4, istər başqa imtahanlara hazırlaşan dostlar, fərqi yoxdur. Önəmli olan o stolun başında oturmaqdır. Oturandan sonra artıq nə oxuyacaqsınız, o tamamen sizə qalıbdır. Yəni, mənim dediyim bu videonu açıb izləyən hər kəsə aiddir. Deməli, hədəf qoymaqdan danışdım. Məsələn, 2 illik planın yanında 1 illik, 6 aylıq, 1 aylıq, bu kimi planlar qurmalıyıq. Amma belə deyim də, ortalama bir abituriyenti götürsək, hər kəs hazırlığa gedir və hazırlıq müəllimlərinin, repetitorlarında onsuz da müəyyən bir proqramları, planları olduqlarına görə bunu 6 ay, 1 ay, 5 ay şəklində eləmənizə ehtiyac yoxdur. Siz sadəcə olaraq bir dənə böyük hədəfiniz olsun, bir də çox kiçik gündəlik hədəfləriniz olsun, kifayət eləyir. İkinci səhv nədir? Plan qurarkən, yenə deyirəm, vaxtı ilə bunu mən də eləmişəm, saat saat yazmaq. Məsələn, saat 13-dən saat 15-ə qədər falan fənni oxuyacam. Məsələn, saat 7-dən saat 8-ə qədər falan fənni oxuyacam. Bir dənə də bir hadisə baş verdi. Nə bilim, saat 7-də yox da 8-ə 15 dəqiqə işləmiş oxumağa başladınız. Motivasiya olacaqmı? Yox. Əminəm ki, hamınız bunu yaşamısınız. Mənim qurduğum planda yenə də saatlar önəmlidir, amma bu tip problemlər olmayacaq. Yəni, bu tip aksiliklərin qarşısını alacaq. Növbəti səhv kronometri tutmamaq mən deyərdim. Əslində bilmirəm, abituriyentlər arasında bu nə dərəcədə yayğındır. Məsələn, mən abituriyent olduğum vaxtda bu yayğın deyildi. Mən həkim olandan sonra, tibb universitetini bitirəndən sonra girdiyimiz imtahanlarda da hamı bundan istifadə eləyir. Əgər içinizdən bunu istifadə edənlər varsa, düzgün istifadə edirsinizsə nə gözəl. Eləyənlər yoxdursa da mütləq şəkildə olaraq istifadə eləməyə məsləhət görürəm. Saat 10-dan
Gecə saat 12-yə qədər, deyək ki, burada hardasa 14 saata yaxın vaxt var. Üst-üstə qoysaq heç 3-4 saatı verimli keçməyibdi. Deməli biz kronometrdən istifadə edərək bunun qarşısını alacağıq və yəni görəcəyik ki, biz əslində o stolun başında oturanda nə qədər vaxt ərzində oxumuşuq. Yəni həqiqətən effektiv oxumuşuq bu vaxtı. Səhvlərdən danışdım. İndi bunları düzəldəcəyik. İlk öncə kronometr tutursunuz, saat tutursunuz mütləq şəkildə. Çünki bu sizə gün ərzində nə qədər dərs oxuduğunuzu, günün nə qədərini effektiv keçirdiyinizi göstərəcək. İkinci olaraq isə dostlar, dərs oxuduğunuz masanı, mühiti çalışın həmişə səliqəli saxlayın. Çünki masanın üzəri nə qədər dağınıq olursa, inanın ki, sizin fikriniz də o dərəcə dağınıq olacaq. Ona görə də dərs oxuduğunuz yeri təmiz və səliqəli saxlayın. Məsələn, mən nə edirəm? Bugün dərs oxumağı yekunlaşdırdımsa, mütləq şəkildə dərs oxuduğum masanın üstünü qəşəng səliqəyə salıram və elə yatıram. O masa səliqəli olmalıdır ki, məni dərs oxumağa daha çox təşviq eləsin. Daha sonra imtahana hazırlaşdığınız müddətdə çalışın ki, gündəlik yuxudan uyandığınız müddəti, fasilə verdiyiniz müddətləri, yemək yediyiniz müddəti, yenidən yatdığınız müddəti çalışın ki, eyni eləyəsiniz. Çünki bizim beynimiz müəyyən bir ritm əsasında fəaliyyət göstərir və biz onu həmin ritmdə saxlayanda, onun belə deyək, ayarlarına oynamayanda, əlbəttə o da bizə daha çox kömək edəcək, daha effektiv dərs oxumağımıza belə deyək, şərait olacaq bu halda. Götürək ki, mən bir üçüncü qrup abituriyentiyəm. Məsələn, dərs oxuyacağam. Götürüb yazsam ki, əgər saat 10-dan 12-yə qədər mən 2 saat tarixi oxuyacağam. Daha sonra da 12-dən 2-yə qədər 2 saatda ədəbiyyat oxuyacağam. Əgər mən bir hadisə başıma gəlsə, bir telefonuma bir bildiriş gəlsə, ya nəsə də planda olmayan bir şey baş versə və mən bu 2 saatları eləyə bilməsəm və yaxud da dərsə planladığımdan 15 dəqiqə gec başlasam, mənim motivasiyam qalmayacaq. Yəni əminəm ki, bunu yaşamısınız və nəinki o 2 saat, 3 saat o günü boşa vermisiniz. Çünki mən də dəfələrlə eləmişəm. Amma ki, bunun üstündə işləyə-işləyə, belə deyək ki, daha da təkmilləşdirmişəm əslində qalsa. Məsələ burada nədən ibarətdir? Deyək ki, saat 8:30-da yuxudan oyanmışsınız. Saat 9-a qədər işlərinizi yekunlaşdırın. İşlər dediyimdə, yəni səhər rutinində yemək yemək olsun, əlinizi, üzünüzü yumaq olsun, bu tip işləri yekunlaşdırırsınız. Saat 9-da başlayırsınız dərs oxumağa. Gününüzün ilk hissəsi saat 9-dan 12-yə qədər olan hissədir. Burada 3 saat var. Mən özümə deyirəm ki, bu 3 saatın 2 saatını oxu, sənə kifayətdir. Məsələn, bu istəyərəm 9-da başlayaram, istəyərəm 15 dəqiqə işləmiş başlayaram. Önəmli olan odur ki, 9-dan 12-yə qədər 2 saat mən dərs oxumuş olum. İstəyərəm fasiləni yarım saatdan sonra verərəm, istəyərəm 1 saat yarımdan sonra verərəm, heç bir fərqi yoxdur. Məsələ saat 9-da başlayıb 12-də yekunlaşdırmağım və bu zaman dilimi ərzində 2 saat dərs oxumağımdır. Ondan sonra özümə 1 saat istirahət verirəm. Məsələn, tutaq ki, bu vaxt ərzində yemək yeyə bilərsiniz, çölə çıxa bilərsiniz, artıq o sizə qalıbdır. Deyək ki, saat 13:00-da yenidən dərsə başladınız. Bu dəfə saat 17:00-a qədər qoyuram. 4 saat burada vaxtınız var. Bunun 3 saatını dərs oxuyaraq keçirməlisiniz. Növbəti günün hissəsini isə 18:00-a qoyuram. Yenə 1 saat fasilə var. Və bu dəfə 22:00-da yekunlaşdırıram. Və bu şəkildə düz 8 saat oxumuş oldunuz. Təmiz 8 saat oxumuş oldunuz. 9-da başlamışsınız, axşam saat 10-da yekunlaşdırmışsınız. Hələ üstəgəl burada 2 saat full fasilə vermişsiniz. Üstəgəl də bu dərs oxuma, belə deyək də, etüdlərin içində hərəsinin 1 saatda əlavə istirahətiniz var. İstəyirsiniz bu istirahətləri birləşdirərsiniz, daha tez qutararsınız. Yəni burada mənim bu qurduğum planda məsələ ondan ibarətdir ki, iplər sizin əlinizdədir. Bu saatların qarşısına pil satmaq üçün həqiqətən həyəcanlanıram, tez-tez oxumağa çalışıram. Həm də yorulmuram açığı. Çünki bilirəm ki, məsələn, mənim bu 9-12 arasında bir işim çıxsa belə, mən saat 13:00-da davam edəcəm. Çünki mənim
bir günüm sanki 3 günüymüş kimi. Çünki mənim bir günümün 3 hissəsi var. Mən sizə öz dərs oxuduğum bir günü göstərirəm. Hansı ki, həmin gündə 10 saat dərs oxumuşam. Bu necə olubdu? Məsələn, mənim üçün əvvəllər gündə 10 saat dərs oxumaq böyük bir, yəni necə deyim, faciəvi bir şeydir. Bunu heç vaxt eləyə bilməyəcəyimi düşünürdüm. Onun bu üsulunu istifadə edəndən sonra həqiqətən heç günün necə keçdiyindən xəbərimiz olmur. 7:00-dan saat 12:00-a qədər 5 saat vaxt var. Mən bunun 4-ünü oxumuşam. Daha sonra 1 saatlıq fasilə 13:00-dan 17:00-a qədər 4 saatın 3 saatını oxumuşam. Daha sonra 18-dən 22-yə qədər 4 saatın 3 saatını oxumuşam. Və səhər saat 7-də başlayıb axşam saat 10-da bitirmişəm və yekun olaraq təmiz 10 saat dərs oxumuşam. Hansı ki, bura yemək yemək, fikirlərə dalmaq, nə bilim, çıxıb çöldə gəzmək, ümumiyyətlə digər gördüyünüz bütün işlər bura daxil deyil. Bu saf kitabın başında oturub dərs oxuduğunuz müddətdir. Yəni mən 10 saat çox böyük bir müddətdir. Deyək ki, 150 bal yığmış bir abituriyent bu gün bu üsuldan istifadə eləsə, yəni bəlkə də balını 230-a falan qaldırar. Nə bilim 320 bal yığmış deyək ki, birini götürək. Bu üsuldan istifadə edib yerdə qalan vaxtını bu cür oxusa, bəlkə də yəni 350-lərə, 360-lara, hətta bəlkə daha yüksəyinə gedib çıxa bilər yəni. Dostlar, bir də qeyd eləmək istədiyim bir şey var. Bu proqram çox əsnək bir proqramdır. Yəni bunu hamı özünə uyğunlaşdıra bilər. Kimisi gecə oxumağı sevir, kimisi gündüz oxumağı sevir. Misal üçün 15 iyulda səhər saat 8-də başlamışam dərs oxumağa və saat 23:00-da yekunlaşdırmışam. Fikir verin, saat 8:00-da dərsə başlamağıma baxmayaraq və 23:00-da yekunlaşdırmama baxmayaraq həmin gün daha az dərs oxumuşam. Çünki yəqin ki, mənim nəsə işim çıxıb saat 11 ilə 15:30 arasını boş qoymuşam və həmin işimi həll eləmişəm. Yəni həmin gün mənim nəsə bir işimin olmağı bu proqramı qurmamağım anlamına gəlmir. Sadəcə olaraq həmin proqramı həmin gün uyğunlaşdırmalıyam. 16 iyulda isə saat 9-da başlayıb 22:00-da yekunlaşdırmışam. Amma birində məsələn 6 saat hədəf qoyub 7 saat oxumuşam. Birində isə 8 saat hədəf qoyub 8 saat oxumuşam. Proqramı da həmin gün qurmağa üstünlük verin. Çünki ola bilər ki, məsələn, həmin gün planladığınızdan yarım saat gec yuxudan oyanarsınız və yaxud da 1 saat gec yuxudan oyanarsınız. Hazırlıqdan 1 saat gec gələrsiniz və yaxud da hazırlığa məsələn tez gedərsiniz. Bu kimi hallarda da motivasiyadan düşməmək üçün proqramınız axsamasın deyə hər gün səhər oyananda, dərs oxumağa başlayanda o günün proqramını qurun. Bəlkə bir gün 3 saat oxuyacaqsınız, o birisi gün 10 saat oxuyacaqsınız. O tamamilə sizin həmin günkü işinizə bağlıdır. Bu şəkildə. Yəni mən keçmiş 1-2 il ərzində demək olar ki, bu plandan istifadə edirəm və hər imtahanda demək olar ki, mən bunun faydasını kifayət qədər görürəm. Burada əsas məqsəd sizi o stolun başında otuzdurmaqdır. Yəni istəyirsiniz bu müddət ərzində test işləyirsiniz, istəyirsiniz məsələn mövzu oxuyarsınız, istəyirsiniz tarix, istəyirsiniz biologiya, istəyirsiniz coğrafiya, heç bir fərqi yoxdur. Önəmli olan o masanın başında oturmaq, o planı qurmaq və həmin gün sizə lazım olan şeyləri, məsələn, mən bir neçə nəfər üçün tutaq ki, bunu yazaram və yaxud da yazaram ki, filan saat aralığında yemək yemək, filan saat aralığında nə bilim, filan dərsi oxumaq. Amma bu videonu izləyən hər kəsin fərqli fənlərdən, fərqli belə deyək də defisitləri var və bunu ancaq özü bilir. Ona görə də bu üsulu götürün. O stolun başında oturmağa özünüzü öyrədin. Daha sonra da sizə lazım olan fənləri uyğunlaşdırın. Gördüyünüz kimi mən bayaq özümün yazdığım proqramda 31 maya əvvəlcə revmatologiya oxumağı planlaşdırmışam və daha sonra həmin gün revmatologiya oxumaq istəməmişəm və bunu kardiologiya ilə dəyişdirmişəm və kardiologiya oxumuşam. Nəticə etibarilə həmin gün mən 10 saat ərzində kardiologiya oxumuş oldum. Yəni boşa getməmiş oldu. Baxmayaraq ki, mən dünən revmatologiya planlaşdırmışdım. Amma bu günləri kardiologiya oxudum. Yenə də verimli bir gün olmuş oldu. Ümid edirəm bugünkü video sizin üçün maraqlı oldu, faydalı oldu. Sizə maraqlı olan, çəkməyimi istədiyiniz mövzuları yorumlara yaza bilərsiniz. Bacardıqca yorumları zaten cavablandıracağam. Belə dostlar, bugünkü videomuz da belə oldu. Növbəti həftə sizinlə imtahan günü diqqət eləməniz lazım olan məqamları bölüşəcəm. Bunlar çox vacibdir. İmtahanda diqqətsizlik səhvi eləməmək üçün, full focus imtahana fikir vermək üçün çox önəmli detallardır. Ona görə də kanalı izləməyə alın. Növbəti videolarda görüşərik. Hələlik.